mənim məqsədim var. Mənim məqsədim budur ki, milyoner səviyyəsinə çatmaq. Bu maddiyyatla da bağlı ola bilər, mənəviyyatla da bağlı ola bilər. Əsasən mənim istədiyim o milyonerlik səviyyəsi nə üçündür? Sual. Çünki mən vaxt azadlığı istəyirəm. Mən istəmirəm, şəxsən özümdən deyirəm. Mən istəmirəm ki, gedim 7-8 saat, 10 saat, 11 saat çalışım. Məsələn, 20 manat, 30 manat, 40 manat, 50 manat qazanım. Mən onu istəmirəm. Mən istəyirəm ki, istədiyim zaman çalışım, istədiyim zaman qazanım, istədiyim zaman istirahət eləyim. Hər şey istədiyim zaman eləyim. Öz disiplinimin olsun. Mən buna görə çalışıram, buna görə öyrənirəm, buna görə həyat və keyfiyyətlərim üzərində düşünürəm və həyata keçirməyə çalışıram. Bəs sən necə? Bunları düşünürsən, yoxsa sadəcə yaşayırsan?